Uyğunluğu müəyyən edin. Deməli, biz qarşımızda qrammatik, feilin qrammatik məna növlərini görürük. Əsasən məhsul və qayıdış növləri. Ümumiyyətlə, feilin qrammatik məna növləri haqqında məlumat verəndə əsas deməliyik ki, feilin qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçilərdir. Və bunlardan demək olar çoxunda oxşar məqamlar var. Ona görə biz bu məqamlara diqqət etməliyik. İndi bizim qarşımızda məhsul və qayıdış növ vardır. Və bilirik ki, məhsul və qayıdış növünün şəkilçiləri və yaranma yolları demək olar eynidir. İlk öncə bilək ki, feilin qrammatik məna növləri nəyin üzərində qurulur? Subyektin, obyektin və predikatın. Predikat sözünü çox eşitməyə bilərsiniz, çünki kitablarda çox yoxdur, amma əsasən subyekt və obyekt fikri var. Subyekt işi görəndir, obyekt üzərində iş görüləndir, predikat işin özüdür. Yəni, qısaca subyekt cümlənin mübtədası, predikat isə çox vaxt xəbər olur. Və bəzilərində ya subyekt olunur, bəzilərində ya da obyekt olunur. Və demək olar feilin qrammatik məna növlərinin çoxu bu baxımdan fərqlənirlər və şəkilçiləri baxımından fərqlənirlər. Məhsul və qayıdış növ. Baxın, siz qrammatik məna növləri yaxşı bilmək istəyirsinizsə, ilk öncə təsirli və təsirsiz feil anlayışını yaxşı bilməlisiniz. Çünki məncə bu da kitablarda olmayan və ya az olan bir məlumatdır. Təsirli feil nədir və ya təsirsiz feil nədir? İsmin təsirli hal şəkilçiləri, daha doğrusu sualları. Kimi, nəyi, haranı. Baxın, təsirli feillər bu kimi, nəyi, haranı suallarına cavab verir. Məsələn, oxu, nəyi, kitabı. Gör, nəyi, şəhəri. Gör, nəyi, kitabı. Haranı, daha doğrusu şəhəri. Baxın, kimi də deyə bilərəm. Məsələn, gör, kimi şagirdi, tələbəni, qızı, oğlanı. Baxın, bu suala cavab verən feillər, yəni ismin təsirli halının sualına cavab verən feillər təsirli feillərdir. Bu suallara cavab verməyən feillər isə təsirsiz feillərdir. Məsələn, öl, nə et, öl. Mən buna kimi, nəyi, haranı deyə bilmirəm. Ona görə də bu təsirsiz feil sayılır. Bu qaydanı biləndən sonra biraz daha işiniz rahat olacaq. Çünki məlum növlər daha çox təsirsiz feillərdən düzəlir. Çünki biz bəzən məlum növləri qarışdırırıq məhsulla və ya qayıdışla və məlum növün digər bir xüsusiyyəti nədir? Digərlərindən fərqli olaraq məlum növ həm də bu adlardan, adlar dediyimiz nədir? Feildən başqa yerdə qalan nitq hissələrindən düzələ bilər. Amma bu xüsusiyyət digərlərində yoxdur. Digərləri mütləq feildən düzəlməlidir. Deməli, məhsul və qayıdış növün şəkilçiləri hansılardır? Biz bunları bilirik yəqin ki, ıl, il, ul, ül, ın, in, un, ün və n və ya l şəkilçiləri, onların ixtisar formasıdır. Deməli, bizə deyir ki, həm məhsul və qayıdış növdə olan feilləri göstərək, məhsul və qayıdış, bilirik ki, belə feillər mövcuddur. Bunları ancaq cümlə daxilində fərqləndirə bilirik. Ancaq qayıdış növ kimi işlənənlər və ancaq məhsul növ kimi işlənənlər. Göstərildi birinci feilinə baxaq. Baxın, bu göstərildi nəsə özünü göstərə bilməz. Ancaq nəsə kimsə tərəfindən göstərilə bilər. Ki, bu ıl, il, ul şəkilçisi əsasən məhsul növdə istifadə olunur. Yəni, qayıdış növdə istifadə olunmur demirəm. Əsasən məhsul növdə istifadə olunur. Məsələn, deyə bilərik ki, yazı göstərildi, mənzəri göstərildi. Baxın, məhsul növün qaydası necə idi? Subyekt məlum deyil, biz onu təsəvvür edə bilmirik. Deməli, amma burada nə iştirak edir? Burada iştirak edir obyekt, bir də predikat. Subyekt nə idi? Cümlənin mübtədası idi. Subyekt olmadığına görə obyekt cümlənin mübtədası olur və predikat da öz yerində qalır. İndi göstərildi nə? Mənzərə. Baxın, göstərildi predikat, yəni işi nəyin üzərində icra olundu? Mənzərənin üzərində icra olundu. Bu səbəbdən də mənzərəni kimsə göstərmir. Subyekti biz bilmirik, tanımırıq. Kim tərəfindən hərəkət icra olundu, bilmədik. Ona görə də göstərildi ancaq məhsul növdə olan feildir. Qayıdış növdə olması üçün qayıdış növdə necə olurdu? Qayıdış növdə predikat subyektin öz üzərində, iş subyektin öz üzərində görülür və ona görə də burada obyekt olmur. Obyekt iştirak etmir. Subyekt işi öz üzərində icra edir, obyekt olmur. Məhsul növdə obyekt olur, subyekt olmur. Yəni aralarındakı fərq baxın budur. Yəni biz qayıdış növdə işi görəni tanıyırıq, görürük. Ona görə də üçün qarşısına biz yazırıq. Bu bir dəqiqə.
A variantı. 3-ün qarşısına yazırıq A variantı. A getdi. Baxın, təhlilə baxanda necə olacaq? Təhlilə baxanda göstər sözün köküdür. İl, baxın, il burada məhsul növü şəkilçisidir. Ona görə leksik şəkilçi olmalıdır mütləq. İl leksik şəkilçi. Di də zaman şəkilçisi olduğuna görə qrammatik şəkilçi hesab olunacaq. Keçirik B variantına. Baxın, maraqlı məqam burdadır. Bəzəndir. Bayaq belə bir ifadə vurğuladıq ki, qayda vurğuladıq ki, bəzi feillər həm mətul, həm də qayıdış kimi işlənilir. Bunları biz təklikdə bilmirik. Ona görə mütləq cümlə daxilində işlədərək bilməliyik. Bəzəndir, həm mətul, həm qayıdış növdə işlənən, baxın, həmin feillər cərgəsindəndir. Ona görə biz birin qabağından B yazmalıyıq. Bu necə olur? Bir deyə bilərik ki, qız bəzəndi. Hələ bu qız bəzəndi cümləsinin üzərində göstərə bilərik hər iki qaydanı. Qız özü bəzənə bilər, bir də qız kimsə tərəfindən bəzənə bilər. Qız darandı, qız bəzəndi və s. tipli cümlələrdə. Bəzəmək sözün köküdür. Bəzəmək sözün köküdür. N burada baxın, bu qayıdış növü şəkilçisidir. Qız əgər özü bəzənirsə və ya məhsulun da şəkilçisi olsa, onsuz leksik olacaq. D zaman şəkilçisi olduğuna görə qrammatik şəkilçi olacaq. Qız bəzəndi, kimsə tərəfindən bəzənirsə məhsuldur. Çünki biz onun bəzəyəni görmürük. Amma qız özü bəzənirsə, işi öz üzərində icra edirsə, yəni cümlədə sadəcə subyekt və predikat varsa, qayıdış hesab olunacaq. Növbəti C variantı. Deyindi. Deyindi ancaq kimsə deyinə bilər. Yəni kimsə deyindi, kimsə çox danışdı, deyindi mənasında. Məsələn, qız deyindi deyək. Qız deyindi. Qız neyinir? Predikatı subyekt öz üzərində icra edir. Predikatı öz üzərində icra edir. Bu zaman demək sözün köküdür. In leksik şəkilçidir. Di qrammatik şəkilçidir. Ona görə ancaq qayıdış növdə işlənən feillər cərgəsindədir bu. Ona görə ikinciyə yazırıq C variantı. D variantına baxırıq. D variantında açıldı. Həm məchul, həm qayıdış növ kimi işlənən feillərin cərgəsindəndir. Niyə? Əsasən açıldı təbiət hadisələrində. Gül açıldı, hava açıldı, səhər açıldı. Yəni bu zaman o olacaq qayıdış. Çünki cümləndə mübtəda nədir? Baxın, məsələn, mən gül açıldı deyəndə gülü götürüb mən əlimlə atmadım ki, və ya kimsə gedib atmır gülü. Gül neyinir? Özü özünü açır. Özü açılır. Yəni biz burada kimsə yoxdur, məlum olmayan bir şey yoxdur. Və ya hava açıldı, havanı kimsə açmır, hava özü açılır. Səhər açıldı, səhəri kimsə açmır, səhər özü açılır. Amma desəm ki, qapı açıldı. Qapı açıldı deyəndə mən bilmirəm axı qapını kim açır. Bilmədiyimə görə, yəni subyekt məchul olduğuna görə, ona görə açıldı həm məchul növ kimi işlənilir, həm də qayıdış növ kimi işlənilir. Cavab burada 1-ə gedəcək. B-dən əlavə olaraq D variantı. Bunu da təhlil edək. Açmaq sözün köküdür. Il leksik şəkilçidir. D qrammatik şəkilçidir. Və sonuncu Y variantı yazıldı. Yazıldı da təbii ki, ancaq məhsul kimi işlənilir. Çünki bir şey öz-özünü yaza bilmədiyinə görə, ya deyə bilərik dəftər yazıldı, yazı yazıldı və s. şəklində subyekt məhsuldur. Burada da yazmaq sözün, deməli, üçüncüdə olacaq Y variantı. Əlavə edirik Y variantı. Yazmaq sözün köküdür. Il leksikdir. D qrammatikdir.